Salam mənim əzizlərim. Davam edirik xərçəng burcu ilə. 15-22 fevral həftəsi xərçəngləri nələr gözləyir? Bu həftə xərçənglər üçün emosional həssaslıq, daxili güc eyni anda işləyir. Keçmişlə bağlı hisslər qalxsa da, bu dəfə səni geri çəkmək üçün deyil, səni nələrdənsə azad etmək üçün bu hisslər aktivdir. Ümumi götürsək, duyğular dərinləşir, ailə, ev, kök mövzuları ön plana çıxır. Tutulma sənə deyir ki, özünü qorumaq egoizm deyil. Baxaq xərçənglərin hərəkəti. Daxili səsinə güvən, sərhədlərini yumşaq, amma net qoy. Tələsik emosional qərarlardan qaç. Emosional dalğalanmalardan uzaq dur. Sevgidə. Sevgi, keçmiş münasibətlərlə bağlı mövzular açıla bilər. Qayğı görmədiyin yerdə qalmaq sənə çətin gələr. Yəni, sənə uyğun olmayan bir yerdə qalmaq səni narahat edə bilər. Əslində, ünsiyyət qursan, kontakt qursan, qarşı tərəf də sizi anlayacaqmı? Nə dərəcədə anlayacaq? O, biraz sizi narahat edir. Pul məsələlərinə baxaq. Pul məsələlərində xərclər arta bilər. Maddi məsuliyyət gündəmə gələ bilər. Planlı davranmaq rahatladacaq. Yəni, bu həftə səhvə yol vermək olmaz. Karyera. Karyerada arxa planda gedən bir proses var. Səbirli ol. Nəticə gecikə bilər, amma sağlamdır. Emosiyanı iş qərarına qatmaq olmaz. Sağlamlıq. Sağlamlıqda emosional stressdən uzaq olmalısınız. Duyğularınızı içinizə yığmaq bədəninizi yora bilər. Ona görə istirahət, su balansı, sizə xoş gələn nə varsa onlarla məşğul olun. Xüsusən də mədə, həzm sistemi ilə bağlı diqqətli olun. Çünki duyğuları içinə yığmaq bədəni bəzən yorur və mədə, həzm sisteminə təsir eləyir. Bunlardan uzaq olun. Xəbərdarlıq. Xərçənglər üçün xəbərdarlıq. Xəbərdarlıq odur ki, keçmişə ilişib qalma. Həddindən artıq fədakarlıq etmə. Yəni, nə qədər çətin bir vəziyyətdə, çətin bir durumda da olsa, başqaları üçün çiçək açmağa çalışma. Bil ki, hər qoruduğun şey sənin deyil. Bəzən nədənsə uzaqlaşmaq, buraxmaq belə özü sevgidir. Gələk, baxaq, mələklərin mesajı. Ola bilsin ki, bəzi bizi izləyən xərçənglərdən kimlərsə eşqə düşə bilərlər, aşiq ola bilərlər və yaxud da kiməsə evlilik təklifi ola bilər. Hisslərində balans dövrüdür, balansa ehtiyac var. Hansısa bir dəvətlər ala bilərlər, qonaqlıqlara mı, dəvətlərə mi qatılarlar. Bu qədər mənim əzizlərim.